Salam, hər vaxtınız xeyir olsun. Sizləri xoş gördük. Bugün sizə 150 kubların şahı olan R15'lər haqqında video çəkəcəyik. Direktdə gələn ən çox suallardan biri də ki, R15 necə motosikletdir, neçəyə almısan, müsbət tərəfləri nədir, mənfi tərəfləri nədir, 250 SR alım yoxsa R15 alım? Bu sualların hamısını cavablayacağıq. Əsasən də ikinci videomuzda inşallah ki, 250 SR ilə R15'i müqayisə eləyəcəyik. Əsasən bugünkü mövzumuz R15'dir. Hər bir şey haqqında danışacağıq. Müsbət tərəfləri, mənfi tərəfləri, 100-ə nə qədər içir və s. Aha. Zanda niyə bu qədər geniş yayılıb? Ha, elə. Götürsən sığalla zarafatsız. Qaçdı. Nəysə. Heç olmasa qabaqda dayanaydı. İlk sualımız belədir ki, Azərbaycanda R15 niyə bu qədər geniş yayılıb? Salam anar. Çox sağ ol dəvətə görə. Mənə görə R15'in müsbət cəhətləri bir deyil, bir neçədir. Onlardan ən başlıcası bunun çəkisinin yüngül olmağıdır. Yəni şəhər içi idarə etmədə mənə görə hal-hazırda bundan yaxşısı yoxdur. Əlbəttə şəxsi fikrimdir. İkinci müsbət cəhəti gənclərin ən çox sevdiyi görüntüsüdür. Çünki moto alanda hamının 50% baxdığı şey onun zahiri görünüşüdür. Bu ikinci müsbət cəhətidir. Üçüncü müsbət cəhəti əlbəttə ekonom olmağıdır. Yəni düzdür 155 cc olmağına baxmayaraq şəhər içi sərfiyyat kifayət qədər aşağıdır. Mənim fikrimcə bu motosiklet şəhər içi istifadədə çox yaxşıdır. Xüsusən qısa məsafələrə çox rahatdır. Tıxaclarda sürmək, hərəkət eləmək, çevik hərəkət eləmək daha rahatdır. Həm ölçüsü çox böyük deyil, həm də çəkisi icazə verir ki, rahat manevr edəsən. Mənə görə Yamaha R15 modeli dediyi kimi yanacaq sərfiyyatının az olmağıdır, aerodinamik görünüşünün yüksək səviyyədə gözəl olmağıdır. Gənclər arasında yayğın olmağında elə ən yüksək nəticəsi budur. Gedişi, yüngül olmağı, qəd hissələrinin asan və keyfiyyətli tapılmağı, əlçatan olması, servislərinin geniş yayılmağı. Bir də ona əlavə eləyərdim ki, digər motorlarla müqayisədə deyərdim ki, o bizim məşhur usta üzü görmür. Yəni çox nadir hallarda əgər vaxtı-vaxtında, bəli, çox sağ ol. Vaxtı-vaxtında texniki qulluqları olunacaqsa, bu motor sizi yarı yolda qoymaz. Yəni bunun təcrübədən deyirəm, rahat 30 min, 40 min kilometr sürən dostlarımız var ki, vaxtı-vaxtında yağını, suyunu, sepini dəyişi bilərsə, bu motor sizi yarı yolda qoymaz. Ona görə deyirik, R15 gənclərin dostudur. Və bir də onu çatdırmaq istəyirəm ki, rəng çeşidləri yetərincə mövcuddur. Qırmızı, ağ, qara, tünd qara, mavi, çəhrayı. Həm bəylər, həm xanımlar üçün rəng seçiminə görə əlçatandır. Bir də bu şeyi vurğulamasaq olmaz ki, texnoloji tərəfdən də Quick Shifter, ondan sonra TCS kimi funksiyaları da mövcuddur. Yəni sürüşkən yollarda ani sürüşmə zamanı arxa təkər sizin yıxılmağınızın qarşısını alır. Sizin vurğuladığınız kimi R15'in öz segmentində 150 kubların arasında şahdır, həqiqətən şahdır, kim nə deyir desin. Məsələn, bu qiymət segmentində RS200 var, sonra SR250 var, bundan da daha ucuzdur. Amma vid baxımından olaraq, qiymət baxımından olaraq, yəni həqiqətən super görünüşə malikdir. Düzdür, xarici ölkələrdə, məsələn, elə Hindistanın özündə bundan da aşağıdır qiymətlər. Amma bizə gəlib çatana kimi gömrük rəsmiləşdirilməsi olsun, nə bilim, logistika şirkətlərinin əziyyəti olsun, artıq gəlib bizə oturur 7000-ə. Amma Ramin, mən sən bir şeylə razı deyiləm ki, V4'lərin ehtiyat hissələri çətin tapılır. Məncə bunun mənfi tərəfidir. Nəyə görə? Xarici saytlara baxsaq, məsəl üçün axtarış versək, bu qədər çox yayılmağına baxmayaraq ehtiyat hissələri çox bahadır Azərbaycanda. Düzdür, dözümlüdür, amma ehtiyat hissələri çox bahadır. Amma xarici saytlarda da məsəl üçün V1, V2, V3 var.
onların ehtiyat hissələrini daha rahat tapmaq olur. Yəni mən bunu araşdırmışam. Amma V4-ün ehtiyat hissələrini hansı ki dövrü baxımları olan, yəni xadavoy deyək də, lori dildə xadavoy deyilir. Xadavoyunun ehtiyat hissələrini tapmaqda xarici saytlarda çətinlik çəkə bilərsən. Bu mövzuda səndən razı deyiləm. Bu elə olsun, elə bunun ilk mənfi cəhəti. Mənfi cəhətlərdən söz düşmüşkən, ikinci bir mənfi cəhətində mən qeyd edeyim ki, uzaq yol sürüşlərində kimlər ki uzaq yolu sevir, bu motonun oturuş forması sürücüləri narahat edə bilər. Çünki uzaq yollarda endirəm, bu şəxsi fikrimdir. Mənim üçün problemi yoxdur, amma əksər sürücülər bunu qeyd edə bilər ki, bəli, insanda bel ağrılarını uzun yollarda gətirə bilir və artçı hissəsində əsasən bu tüklər imkanı selək hissəsi, bu oturacaq hissəsi daha sərtdir, bəli, daha sərtdir və daha narahatdır. Digər motorlarla müqayisədə. İkinci mənfi cəhəti məncə budur. Mənə görə isə mənfi cəhətlərindən yedəkdə başqa bir şəxsi daşımaq əlverişsizdir. Buna görə ki, sepi olduğundan daha çox tez zamanda uzadır. Və bir də onu deyərdim ki, təkərləri çox üstündə gələn orijinal təkərləri çox keyfiyyətsizdir. Dəyişsə anlasın və başqa bir Pirellinin təkərlərindən istifadə eləsək daha yaxşı olar. Başım çıxmır deyə soruşam. Başqa motosikletlərdə arxaya artçı götürəndə onlarda sep uzanması baş vermir. Başqa motosiklet sürməmişəm deyənə bilmirəm. Yəni ola bilər ki, bu ümumi xroniki problem olsun bütün motosikletlərdə. Ona görə. Mən bilən elə eşitmişəm ki, olur. Arxada çəkisi çox olanı daşıyanda. Yəni Liboy motosikletdə olur. Mən bilən hə. Aha. 60 kilodan yüksək olanda çəkisi 5200 CF 250 SR-dır, 5200, 5400, 7000 civarında da budur, 6900 manat. Amma məncə keyfiyyət fərqi də var. Çünki SR sürənlərdən dəfələrlə maraqlanmışam ki, tez-tez boltlarını sıxdırırlar. Bəzi başqa xroniki problemlər də var. Yəni bu yağ pompasının partlaması falan bunlar Türkiyədə baş verir. Ona görə ki, Çindən gələn keyfiyyətsiz yığılır. Amma belə deyək, Azərbaycanda yığılanların hamısı keyfiyyətlidir. Sadəcə olaraq dövrü baxım kimi onların belə deyək, boltlarını sıxmaq lazımdır. Amma hal-hazırda bizdə 20 mində sürən var. Şəxsən özüm 12 mində sürmüşəm. Heç bir bolt sıxılmağına ehtiyac yoxdur. Olduğu kimi də qalıb. Amma CF sürsəydik artıq 2 dəfə ən azı 10 mində sıxmış olardı. Mənə görə digər mənfi cəhəti isə məndə 2 dəfə arxa tormuz buraxıbdı. Yəni sizdə bilmirəm olub yoxsa yox. Məndə 2 dəfə arxa tormuz buraxıb, özü də əməlli başlı buraxıb. Bir də mənə elə gəlir ki, arxa tormuz mənə zəif gəlir də. Yəni tam da o istədiyim kimi deyil. 2 dəfə də arxa tormuzumu buraxıb, amma usta onu düzəldəndən sonra ilk 3000 kilometrdə məndə bu baş vermişdi bu problem. Usta düzəldəndən sonra qalan 7000 kilometr rahat sürmüşəm, amma yenə də arxa tormuzum mənə görə biraz zəifdir. Məncə bu tormuz problemi sürüş tərzinə görə dəyişir. Yəni aqressiv sürüşlərdə ola bilsin ki, qeyd olsam, mən 5000 kilometr üstündəyəm, hələ o problemlə qarşılaşmamışam. Bu günlərim öyrəndiyim, qarşılaşdığım problemlərdən biri nədir? Usta qeyd elədi ki, 5000 kilometrdən sonra başlayır bunların arxa paduşkası deyirlər də, onlar yerində oynamağa. Yəni tövsiyə olunur ki, 5000 kilometrdən sonra endirəm. O da sürüşə görə baxır. Yəni əgər aqressiv sürməyəcəksinizsə 10.000, 15.000, 20.000-ə qədər o paduşka yerindən oynayan deyil. Amma nəzarətdə saxlasaq tövsiyə olunur. Yəni onu da sıxdırırlar. Qlobal problem deyil. Yəni usta haqqı 15-20 manatla düzələn bir şeydir. Amma nəzarətdə olmalıdır. Raminin dediyi bir şeylə də razıyam ki, yəni bunların üzərində gələn təkərlər çox zəif olur. Qışda sürüşmələr baş verir və istəyirsə hər fəsildə ani tormuzlanma zamanı tormuz məsafəsi uzanır. Yaxşı olardı ki, az bahalı brend firmaların təkərlərini alıb üzərinə qoyasınız ki, ani tormuzlanma zamanı tormuzlanma məsafəniz də azalsın və əlavə olaraq qışda sürürsünüzsə, sürüşmədə müəyyən miqdarda sürüşmənin qarşısında alsın. Bəziləri deyir ki, bu Yaponiya istehsal deyil, Hindistan istehsal. Ben keçsinlər. Bəziləri isə mən deyəndə ki, bu Yaponiya istehsalıdır. Çoxsu məndə irad tutur, səhv tutur ki, yox, bu Yaponiya istehsalı deyil, Hindistan istehsalıdır. Hindistanda istehsalı olur. Xeyr, bu belə deyil.
Yaponiyada bunun detalları istehsal olunur. Hindistanda və yaxud da digər ölkələrdə işçi qüvvəsi ucuz olduğuna görə, məsələn, Yaponiyada bir işçiyə aylıq 500 manat maaş verməlidirlərsə, bunu Hindistanda 100 manat kimi məsəl üçün rasxod eləyirlər bir işçiyə. Yeri gəlsə kadrlarda da yerləşdirəcəm. Görə bilərsiniz ki, bu Yamahanın başına nə oynatır da Hindistanlılar. Ağzına kimi, rula kimi palçığın içinə salırlar, arxa təkəri qaz verirlər, fırlayırlar. Sonra palçığın içindən də çıxardıb elə də sürürlər. Yəni şahidi olmuşam. Hə. Tozun içinə salıblar axıra kimi. O kadrların hamısını yerləşdirəcəm, keyfiyyətinə baxa bilərsiniz. İnanmıram ki, bunun yerində başqa bir motosiklet olsaydı, məsəl üçün seyf olsaydı, tozun, palçığın, suyun belə içinə salıblar. Çıxardandan sonra gəlib yuyublar, təmizləyiblər, gül kimi işlərinə davam edirlər. Yəni Hindistanlıların bu Yamahanın başına açmadığı oyun qalmayıb. İnanmıram ki, bunun yerində başqa motosiklet olsa dözə bilər. Qardaşım, mən istəyərdim sənin tutumu haqqında da məlumat verərsiniz və neçə silindir olduğu, top speed nə qədər sıxmısınız siz? Mən maksimum 147 sıxmışam. Sizin də fikirləriniz önəmlidir. Yanacaq çəninin tutumu 12 litr yarımdır. Yanacaq sərfiyyatı 100-ə şəhər içi 3,5, 4 belə içir. Və top speedi isə bunda maksimal mən 156 görmüşəm. Tövsiyə eləyərdim istənilən halda hansı motosürmənizdən asılı olmayaraq mütləq şəkildə bu apkatka dövrü deyirik, onu düzgün keçəsiz. Çünki alışdırma dövrü. Bəli. Çünki o top speed dedikləri maksimal sürət hər də fərqli olur. Niyə görə? Alışdırma dövründə düzgün keçənlər top speedi yuxarı görəcəklər. Çünki motorun verdiyi o gücü, maksimum gücü biz o normal apkatka dövründən sonra görə bilirik. Amma apkatka dövrü normal keçməyən motorlarda motor performansı verə bilmir. Yəni bu fərq ona görə yaranır. Bir də yenə tövsiyə olunmur ki, motonu yüksək sürətdə, yüksək oborotda qovasınız. Çünki bu bir silindirdir və uzaq yollarda bir neçə saniyədən sonra tövsiyə olunur sürəti aşağı salsınlar. Çünki motor nə qədər də güclü olsa, Yamaha keyfiyyəti olsa da yuxarı oboroda hesablanmır. R15-lərdə də balaca xroniki problemlərdən biri də ki, yanacaq çəninin qapağıdır ki, hansı ki, siz onu vaxtında yağlamayanda, moykadan sonra ora su keçəndə açar orada ilişib qala bilir. Azərbaycanda da tək məndədir bir dənə bunu dəyişmişəm, sizə kadrda da göstərəcəm. Çoxsu risk eləyib dəyişə bilmir. Amma siz vaxtında yağlasaz, ilişib qalmasın. Su vursanız belə daim oranı yağlayın ki, açar ilişib qalmasın. Bu Ramil qardaşın da başına gəlib, mənim də başıma gəlib, mən dibindən dəyişmişəm. Bir də ki, bizdə bir-iki qardaş var, onların da başına gəlib ki, açar yanacaq çənində ilişib qalır. Bir də ki, onu çatdırmaq istəyirəm ki, R15 V4-lərdə və M-lərdə VVA texnologiyası mövcuddur. Bu da ondan ibarətdir ki, bunlarda 4 klapan var. O 4 klapanın ikisi ehtiyatda gözləyir, ikisi normal işləyir. Bunu aborotun qaldırdıqda avtomatik 4-ü də eyni zamanda işləməyə başlayır və daha yüksək performansla işləməyə başlayır. Bu eyni zamanda həm aşağı pillələrdə, skorçlarda, həm də yuxarı skorçlarda eyni səviyyədə performans göstərir. Çox gözəl mövzuya toxundur Ramil. Həqiqətən də yəni R15 həm aşağı dövrlərdə, həm də yuxarı dövrlərdə sürüş üçün çox uyğundur, idealdır. Mənfi cəhətləri ilə bağlı əlavə olaraq onu deyim ki, güzgülərdən istifadə etmək normal motosikletlərdən biraz çətindir. Çünki arxanı görmək sürüş zamanı tam da aydın deyil, yəni biraz əyilmək lazımdır. Ya da ümumiyyətlə idman motosikletlərdə sürücü onsuz da çox əyilir aşağı. Şəhərçi də sürürsənsə əyilməlisən ki, güzgünü rahat görəsən. Əks halda düz duranda, dik halda sürəndə rahat görə bilmirsən. Bu da istər-istəməz təhlükəlidir sürücü üçün. R15-in güzgülərindən də narazılıq var. Bu arada mən yarasa güzgü taxmışam. Yəni o daha dar baxış bucağına malikdir. Çox adamdan da eşitmişəm ki, R15-in güzgüləri baxış bucağı zəifdir. Ona görə də Talih qardaşımızın fikri var ki, dəyişsin, R6 güzgüləri qoysun. Onda daha geniş baxış bucağı var. Ən çox sual verilən şeylərdən biri də odur ki, mənə R15-lərdə bəzilərində quick shifter var, bəzilərində yoxdur və
R15M ilə R15 V4-ün fərqini soruşurlar. R15M-lərin hamısında quick shifter ilə gəlir. Bir dənə də özəlliyi odur ki, ekranı rəngli formadadır. Amma R15 V4-lərin bəzilərində quick shifter gəlir, bəzilərində isə quick shifter gəlmir. Üstəlik olaraq bütün R15 V4-lərdə ekranlar ağ-qara formasında gəlir. Biz də baxsaq R15-in sport tipdə olmağını nəzərə alsaq, quick shifter mənim fikrimcə ehtiyac yoxdur. Məsəl üçün quick shifter o motosikletlərə lazımdır ki, 600 kub, 400 kub. Yəni tam sport bayaqlara lazımdır ki, sən orada sürət və vaxt itirməmək üçün muftanı istifadə eləmədən skorsları yuxarı qaldıra biləsən. Mən buna R15-də yəni lazımsız kimi baxıram. Çünki bunun yarışılacaq bir tipi yoxdur. Qatılıram. Bu şəhərçi sürüşlər üçün uyğundur. Bir dənə əlavə eləyərdim ki, quick shifter əsasən təkcə yarış iştirakçıları üçün deyil. Yəni bu yarış sevənlər üçün deyil. Yeni başlayanlar üçün də biraz əllərindən tutur deyək. Çünki pillələri bəzən itirirlər. Yəni quick shifter olmayanda keçmir. O mövzuya yaxşı. Yəni ona görə də ki, onlar üçün də müsbət. Yəni alanda bəzən o texnologiyanı ona görə istəyirlər. Başqa bir də quick shifter nəzərə alın ki, ancaq yuxarı pillələr, yəni yuxarı istiqamətdədir. Aşağı endirəndə quick shifter texnologiyası bunlarda yoxdur ki, bəzi motolarda, biz bilmirəm bu qiymət ətrafında olan motolarda var ya yoxdur. Bildiyim qədərilə yuxarı qiyməti olan və yuxarı hissələrdə də həm aşağı, həm yuxarı quick shifter. O da onlar qeyd elədiyi kimi, bəli, daha sürətli performans almaq üçündür. Taleh qardaşımızın qeyd elədiyi kimi çox uzun məsafəli sürüşlərdə bel ağrısı və boyun ağrısından əziyyət çəkir çoxsu. Mən hətta deyərdim ki, fizioterapiyaya getmişəm. Boynum dəhşət ağrıyırdı oturuş formasına görə. Biraz belə deyək də donqar bel oturursan, biraz da baş qabağa əyilir. Bütün günü kaskada olanda artıq boyun nahiyəsinə güc düşür. Buna görə məsləhətdir ki, biraz boyun əzələlərinizi inkişaf elətdirəsiniz. Müəyyən həkim bunu mənə demişdi. Müəyyən məşqlərlə boyun əzələlərini inkişaf elətdirib o ağrılardan xilas olmaq olar. Amma mən yenə də uzun məsafələr sürəndə fizioterapiya keçməyimə baxmayaraq ara sıra boynumda ağrılar olur. Amma bu qeyd elədiyim məsələ bütün sport bayaqlara aiddir. Yəni bu tək R15-in problemi deyil. Çünki bunların, yəni sport alırsınızsa bilirsiniz nə alırsınız. Sizin seçiminiz var. İstəsəz sport alarsınız, istəsəz qeyri-dizaynlı, qeyri-formada olan motorları. Bunu seçmisinizsə bilin ki, bu problem sizi gözləyir. İnan Allaha, yəni elə insanlar var ki, onun üçün beli önəmlidir. Yəni ona görə bu mövzuya toxunmalı idi. İdman eləməlisən olsa ki, elə problem olmaz. Bəli, mütləq şəkildə idman eləməlidirlər. Məncə vacib məqamdır. Deməli, R15 deməli, yaxşı şeylərə də insanları yönləndirir. Yəni, vacib olan Sizi idmana yönləndirir. idmana yönləndirir. Bu da bir müsbət xüsusiyyətidir. Bunu vurğulamaq istəyirdim ki, nəyə görə uzun sürüşlər üçün çətindir, şəhərçi sürüşlər üçün yaxşıdır. Onu vurğulamaq istəyirdim. Amma sözlü adama oxşuyursan, Ramin, buyur, dinə. Ağrımağını da istəmirsinizsə, Yamaha'nın MT modelləri var. Çox Ay, gözəl. sağ ol, çox gözəl. Naked modelləri, bunlardan da istifadə edə bilərsiniz. Naked modelləri daha da şəhər içində manevr eləmək üçün yaxşıdır. MT-15-lər, yəni bunlar kimi dözümlüdür. Bayaq vurğuladığım kimi Hindistanlılar onların da başına oynasır. Onlar da dözümlüdür. Amma tip olaraq sport bike sevirsinizsə, düşünmədən R15. Bəs siz? Məncə də başıma gələn bu hadisəni deyim, bunu almamışdan qabaq, yəni aldığım saniyəyə qədər mən bunu anti-reklam deyil, bagaj alacaqdım və çox araşdırmışdım. Bunu görməmişdim o günə qədər, həqiqətən. Bunu gördüyüm gün mağazada fikrimi bir anda dəyişdirdim. Yəni şəxsi fikrimdir, ikinci dəfə olsa yenə R15 alarım. Məncə də ən ideal seçim yeni başlayanlar üçün Yamaha R15-dir. Yüksək kuba keçmək istəyənlərə isə Yamaha'nın digər modellərindən tövsiyə olunur. Bir dənə də mövzu yadıma düşdü. O mövzuya da toxunaq. Çoxsu məndən soruşur. Vallahi billahi soruşurlar. Birinci əl 7000-ə verməyə dəyər, yoxsa ikinci əl 5000, 5500, 4500 isə yəni ikinci əl getmişlərini alaq. Mən bu haqda öz fikrimi bildirim ki, mənim ağlım olsaydı, yəni mən əvvəlcə o fikirdə idim ki, bu 300 kilometr sürür, satır. Deməli bu motosikletin nəsə problemi var ki, ucuz qiymətə satır da. Bütün motosikletlərə eyni gözlə baxırdım. Yəni alıb sürəndən sonra bir neçə insanla tanış olandan sonra gördüm ki, onlar da ikinci əl alıb, çox az getmiş, 300, 500, 800 min və s. aşağı qiymətə alıblar. Yəni 1000 manat, 1500, 2000 manat belə aşağısına alıblar.
Siz yaxşı vəziyyətdə ikinci əl motosikleti, yəni Yamaha R15-i düşünmədən ala bilərsiniz də. Yəni fikirləşməyin ki, hamısının problemi var satır. Şəxsən mən biraz araşdırma eləyib imkanım çatsaydı, gedib ikinci əl R15 alardım. Mən sadəcə olaraq ilkin ödənişə 2000-ə gücüm çatmışdı. Ona görə 0 kilometr götürdüm. Bir dənə ammanı qeyd edelim bayaq dediyim kimi. İkinci əl alanda da nəyə diqqət eləsinlər? Apkatka dövrünü səndən qabaq düzgün eləyiblərmi? Yəni bu məqamı mütləq şəkildə diqqət edin. Ola bilər ki, sizdən qabaq bunu alan kimi elə bir formada sürərlər. Sonra sən sürəcəksən, pəhpəhlə 1-2000 kilometrdən sonra problemlərə üzləşəcəksən. Sonra modeli pisləyəcəksən. Yəni bu buna aid deyil, bütün motorlara aiddir. Apkatkanı düzgün keçin və soruşun görün adam nə yağı tökür. Neçə mindən bir dəyişir bunu. Düzgün qulluq eləyib sağlın. Yəni qiymət fərqi də zaten ona görə. Arada risk var. Bəli 2000, 1500, 3000 azuna ala bilərsən. Amma düzgün qulluq olunmu səndən qabaq? Qardaşım, yəni bu motosikletlərin hamısına aid deyil. Neçə dəfə tanışlarım alıb, hətta xanım var ki, sürmüşdü 800 kilometr. Başqa bir dostumuz almışdı. 5500 əmi, yoxsa 5200 əmi, 800 kilometr getmiş. Yəni o adam 1800 manat qənaət eləmiş oldu ən azı. Bugünkü gündə motosikleti sürür, hər şey qaydasında. Bir də bir şey vurğulamaq istəyirəm ki, yəni o apkatka dövrünü sən düz vurğuluyursan. Amma inanmıram ki, heç kim özü üçün aldığı motosikleti apkatka dövrünü pis keçə də qardaşım. Bilmədən ola bilər, o bilərəkdən ola bilər. Hə, bilmədən ola bilər ki, kimsə yaxşı sürməsin, ilk motosikleti olsun deyə apkatka dövrünü yaxşı keçməsin. Onlara da nəzər yetirin. Bu da sizə R15 haqqında çəkəcəyim maksimal dərəcədə qısa videoydu. Daha artıq kim mənə sual versə ki, R15 necədir, bu videonu atacam, özü baxar. Səbri olsa baxar, səbri olmasa da can sağlığı. Minnətdaram. Çox sağ olun ki, dəvətimi qəbul etdiniz. Duraq bir. Durun. Oradayım. Bu da bir məsuliyyətidir, sağ ol. Hə. Ay, iri dayanıbdı, ağrıyır da əslində. Sən Buyur.